Deməli, burada əsas məsələ nədir? Gələn düzəldim. Üç dənə dairə çəkin. Və bir dənə onu anla ki, bu dairələr iç-içə olacaq, yan-yan olacaq, onu hardan bilirlər? Bax, anında, bəli, iç-içədir. Niyə? Çünki üçünün də əndi var da, A ənd, B ənd, C var. Bəli, üçün də ortağı var deyə mən onu iç-içə çəkəcəm. Həm də orada deyəsən şəkli də var idi zaten, amma sağ olsunlar, şəkli qoyduq. Bu 2025-in qəbulu. Belə, birini də götürək. Nə buradan bir də qoy. Deməli, yazıram. A-nı verib mənə 500. Düzdür. B-ni verib mənə 700. C-ni verib 400. Bax, A-nın da, B-nin də, bax burada ortaqlar var. A-nın da, B-nin də, C-nin də ortağı mənə verib nə qədər? 20. Bax, buranı verib 20. Sonra deyir ki, A, N, C. Yəni, A-la, bax, A-la C-nin birləşməsi burada. Mənə verir nə qədər? 70. Deməli, bu ümumi olaraq bura hamısı 70'dir. Bax, buradan bura hamısı 70'dir. Bu 70 buradırsa, bunun 20'si bura düşüb da. Onda bura qalır 50. Yəni 50 plus 20, 70 verir mənə. Daha sonra B and C. Bax, B bura. C də bura. Bax, bu hissəni mənə nə qədər verir? 100. Düzdür. Bax, buranı 100 verir mənə. 100 verirsə, bu 100'ün, bax, ümumi xətt deyil. Necə deyirlər? Bir saniyə. Bu ümumi içi mənə 100 verib də. Ona görə bu 100'dən də 20 çıxacam. Bura yazacağam 80. Aha, buranı tapdıq 80. Və belə eləyirik. Yerdə qaldı nə? Məndən baxıram ki, sual hardadır? Sual bax buradadır. Deyir ki, mən A and not B. Yəni, bax, məndən buranı istəyir. Görək haranı istəyir. Bax, sarı ilə işarələyəcəm. Bax, buranı. Bax, buranı. Bax, buranı deyir istəyirəm. Amma bu B hissəsim var. Bax, bu kəsişmə var. Bax, bura. Buranı deyir kəsat. İstəmirəm. Təkcə bax, bu sarı olan yeri istəyir məndən. Düzdür. İndi mən gərək oranı tapam görüm ki, nə qədərdir. Bunun üçün neyinlə? Buranı verməyib mənə. Baxıram ki, A-la B-nin kəsişməsini mənə verməyib. Ona görə buranı X qəbul edirəm. Normalda necə eləyirəm? Buranı tapmaq üçün də, yəni bu obje A hissəsini tapmaq üçün də, bu balaca bir hissədir. Bura tapmamışam axı, buranı bilmirəm. Gərək ümumi hamısını toplamaq üçün neynirəm? 50'nin üstünə 20 gələm, üstünə x gələm, 500'dən çıxırdıq. Düzdür, 500, çıxırdım 50, çıxırdım 20'ni, çıxırdım x-i. Bu hissəni tapırdım. İndi burada neçə qalır? 430 çıx x qalır. Düzdür. Çıx x qalır. X-i bilmirəm. Aha. Daha sonra burada nə qalır? B-ni tapmaq üçün 700'dən çıxacam 100'ü, yəni 20-ni, 80'ı, bir də x-i. Yəni 700'dən 100 çıxanda qalır 600 çıxaq x. Düzdür. C-ni də tapanda 50'ni bura 100 eləyir. 20 üstə 80, 100 üstünə 50, elədi 150. 400'dən də 150 çıxanda bura neçə qalır? 200, bəli. 250 də bura. Bir dəqiqə, gələm. Çevrildi. Hə. 250 də bura qalıb. Yaxşı, indi bunların üçünün cəmi mənə nə verib? Bax, buranı artıq silsə yaxşıdır, qarışdırmayaq. Çünki bu saat Sizdən çıxacaq. obşi, hamısının cəmi. Onda yazıram. Bax, 430 çıxaq x. Sonra bunu yazdım. Yazandan sonra bunlar hamısının cəmi mənə 1300'ü verir. Düzdür?
Sonra üzərinə gəlirəm x-i. Düzdür. Sonra üzərinə gəlirəm 600 çıxaq x. Üzərinə gələk 600 çıxaq x. Sonra üzərinə gəlirəm 20-ni. 50-ni üzərinə gəlirəm. Sonra üzərinə gəlirəm 80-ı. Sonra da üzərinə gəlirəm 250-ni. Bərabər edirəm neçəyə? 1300-ə. Düzdür. Bunları da cəmləyəndə bununla bu 100 elədi. Elə bununla bu ixtisar gedir. Bir dəqiqə. Bu 300. Bununla bu 300, 100, 400, 1000, 1000 elədi. 1430 elədi. 1430. Bax. Burada da x mənfidir. Çıxaq. X qalır. Bərabər olur. Burada 1300 daha. Hə. 1300-ə. Düzdür. Mənfi x də bərabərdir. Mənfi 130-a. Bir dəqiqə. 130-a. Hə. X də bərabər olur neçəyə? 130. Düzdür. Aparıb x-i də yurda yerinə qoyanda neçə eləyir? 30 qoyuruq. 430-dan çıxırıq. Qalır 300. Bəli, 300. Cavab 300-dür. Yox, 300 plus 50 olacaq. 150. Hə, çünki buradakı 50-yi də hesablayıram. Mən buranı tapdım. Bax, bu hissəni var ha. Buranı tapdım 300. Amma məndən ümumi olaraq hər an istəyir. Bax, bu hissəni. Düzdür. Bəli, burada 50, burada da 300-ün də üzərinə 50-ni gələcəm, eləyəcək 350. Belə.